Bəzi media, elə bəhs etdiyiniz ABŞ mediası, Avropa mediası çox şərəfsizcəsinə və çox əxlaqsızcasına belə bir narrativ yayırlar ki, bu güya Ukrayna ilə ABŞ və ya da Ukrayna Moskva arasında olan gizli sövdələşmənin nəticəsidir. Xeyr, heç bir sövdələşmə yoxdur. Şərəfli və ləyaqətli Ukrayna hərbiçiləri Kurskda döyüşə çıxırlar. Nizami, təşkilatlanmış geri çəkilmədən söhbət belə gedə bilməz. Bu döyüşlərlə geri çıxmaqla, ki, mən sizə aylar əvvəl demişdim, Ukrayna çıxacaq, amma döyüşə çıxacaq. Qaçmayacaq Ukrayna əskərləri. Qaçmırlar, böyük itkilər verirlər, böyük tələfat verirlər. Buna rəğmən Ukrayna rəhbərliyi səhvini hələ də etiraf etmir. Söhbət nədən gedir? Dediyim ki, mübadilə vasitəsi ola bilməzdir. Biden administrasiyası nədənsə Ukrayna prezidentini inandıra bilmişdi ki, belə bir mübadilə mümkündür. Və Moskva bilirdi ki, danışıqlarda Kurskdan söhbət belə gedə bilməz. O zaman ki, Kursk işğaldan azad olmuş. Amma Putin çox hiləgərcəsinə davranaraq Kursk məsələsini vaxtı çatana qədər önə çəkmirdi. O Kurskda diqqətini tamamilə çəkmişdi. Yəni, doğrudan kimsə düşünə bilər ki, Rusiya o qədər zəifdir ki, Kursk vilayətinə 10 minlərlə hərbiçi göndərməsin. Belə deyil. Putin bilərəkdən Kursk ikinci plana atmışdı. Əsas diqqəti Donetsk və Lugansk vilayətlərinə yönəltmişdi. Və nəticədə Donetsk və Lugansk vilayətlərində xəritəyə baxmaq kifayətdir ki, Rusiya ordusunun irəliləyişini etiraf etməmək mümkün deyil. İndi isə Trump ikinci dəfə hakimiyyətə gəldikdən sonra Putin anladı ki, Trump onun nə qədər sərt və qəddar mövqe tutduğunu anlayıb, ona görə əsas diqqəti Kursk'a yönəltməyə başladı. Məhz buna görə hərbi paltar geyindi. Bu Trump'a mesajdır və əlal xüsusda Avropa İttifaqına mesajdır. Britaniya Baş naziri Starmer'e mesajdır. Fransa'nın prezidenti Emmanuel Macron'a mesajdır. Və Trump bu hərbi paltarını geyinərək, Gerasimov'la birlikdə qərargahın toplantısını keçirərək belə bir mesaj verdi ki, o Kursk'u azad edəcək. Nəyin bahasına olursa olsun. Və ona görə gedin ölüm mesajı verdi, döyüşün mesajı verdi əskərlərə. Və ona görə də bildirdi ki, Kursk Rusiya ərazisidir. Bununla da Kursk məsələsi bağlandı. Putin bu məsələni bağladı. Və o Putin Kursk'dan qayıdandan dərhal sonra, heç 20 dəqiqə keçməmiş, Putinin sözcüsü Peskov bildirdi ki, Kursk məsələsi mübadilə və ya müzakirə predmeti ola bilməz. Bu bəyanat verildi. Kursk məsələsi çox ciddi məsələdir. Trump gələndən sonra Rusiya fəallaşdı. Kurskda şəxsi heyət baxımından üstünlük yaradıldı. Qaz boru kəməri vasitəsilə Ukrayna qoşunlarının arxasına keçildi və çox böyük bir Ukrayna hərbi birləşmələrinin mühasirə təhlükəsi yaradıldı. Ukrayna silahlı qüvvələrinin elitar briqadalarının geriyə çəkilməsi də əsas səbəbi odur ki, Kiyev onların mühasirə düşməsini istəmir. Bundan başqa, Ukrayna silahlı qüvvə Kurskda olan Ukrayna hərbiçiləri arasında motivasiya da düşür. Onlar anlayırlar ki, Rusiya və ABŞ arasında gedən bu təmaslar, aparılan danışıqlarda predmet, alver predmeti Ukraynadır. Ona görə onlar anladılar həm də ki, onlarla kilometrlik bir döyüş təmas xətti heç bir halda nə Moskva, nə Vaşinqton tərəfindən ciddi qəbul etməyəcək. Zelenskinin Kurskla bağlı sırağa gün və dünən verdiyi bəyanatlar da elə buna misaldır. Zelenski anladı ki, Kurskla ələ keçirdiyi torpaqları heç bir vəçnə nə Donetsk, nə Lugansk, nə digər iki vilayətlə bağlı mübadiləyə predmet edə bilməyəcək.